Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izah verəcəm. Sualın şərtində deyilir: İki təpəsi tərəfi 9 sm olan kvadratın diaqonalı üzərində, o biri təpələri isə həmin kvadratın tərəfləri üzərində yerləşən kvadratın sahəsini tapın. Deməli, bizə verilmiş ABCD kvadratımızın tərəfləri 9 sm-dir. Hər tərəfi 9-a bərabərdir. Deməli, AC diaqonalının uzunluğu tərəfinin kök altında ikimisinə bərabər olduğuna görə AC bərabərdir 9 kök altında 2 olur. Bilirik ki, kvadratın diaqonalı onun bucağının tənbölənidir. Kvadratın hər bucağı da 90 dərəcə olduğuna görə diaqonal bucaqları 45-45 olan hissələrə ayırır. Burada C bucağı da 45-45 bölünür. Şərtdə deyir ki, İki təpəsi diaqonal üzərində, yəni M və N nöqtələri diaqonal üzərində, digər iki təpələri P və K nöqtələri isə kvadratın tərəfləri üzərində yerləşən kiçik bu kvadratın sahəsini istəyir bizdən. Deməli, MNKP kvadratdır. Kvadrat isə deməli, bunun da hər bir bucağı 90 dərəcəyə bərabərdir. 90 dərəcə. Onda AMP bucağı 90 dərəcədirsə, daha doğrusu NMP bucağı 90 dərəcədirsə, AMP bucağı da 90-a qonşu olan burada 90-dır. AMP düzbucaqlı üç bucağının bucağı 45-90-dırsa, deməli digər bucağı da 45 dərəcədir və buradan belə çıxır ki, AM ilə MP bir-birinə bərabərdir. Onda AM-ə X desək, MP də X olur. MNKP kvadrat olduğuna görə bir tərəfi x-isə onun digər tərəfləri də x-ə bərabərdir. MN də x-ə bərabərdir. NK da x-ə bərabərdir. PK da x-ə bərabərdir. Burada baxırıq NSK üçbucağına. Bu bucaq 90 dərəcə olduğuna görə qonşusu da 90 dərəcə olur. NSK üçbucağının bucaqları 45-90 olduğuna görə bu bucaq da 45 dərəcə olur. Və buradan da görünür ki, NS ilə də NK bir-birinə bərabərdir. Deməli, NS də x-ə bərabərdir. Deməli, kvadratın diaqonalı AC 3 bərabər hissəyə bölünürmüş. Yəni 3x imiş. 3x bərabərdir 9 kökdə 2-dirsə, x də bərabərdir 3 kökdə 2 alınır. Bizdən kiçik kvadratın sahəsini istəyir. Kiçik kvadratın da tərəfi x-dirsə, sahəsi x-in kvadratına bərabərdir. Yəni 3 kökdə 2-nin kvadratı eləyir 18.